Salam xanım, əllərinizə qüvvət versin. Nə bişirirsiniz? Aleyküm salam, çox sağ olun. Göbələkli, döşəti, içlikli, qalyanaltı, lavaşda. Bir də kələm dolma elədim, elə hamısını canlıda hazırladım. Başdan axıra qədər kim sonradan qoşulubsa, görməyibsə, yəni səhifəyə keçid eləyib, sonra baxa bilər. Şu. Görürsünüz, qazımızın xodunu da çox iti verməmişəm ki, qəşəng qırmızı olsun da, bizdən belə alayanıq olmasın. Qasımova mesaj düşməyib. Təkrar yazardınız da, unutmuş. İçliyi deyərdiniz də birdən. İçli döşəti xırda-xırda doğramışam. Bir də göbələyi. Əvvəl döşətin duru yağda bir damcı qovurdum. Ondan sonra göbələyini də qovurdum. Xırda-xırda vəssalam. Qoydum bir kənara. Soğuyandan sonra biraz mayonez əlavə elədim. Mayonezi də özüm düzəltdim canlıda. Tərkibində də sarımsaq var mayonezin. Yəni